Ya yox monitor knopka basmaq, bu basson, YouTube, nə bilim, nə. Salento sürən oğlanlar bir qismi satır gedir çanqan alır. Da bu onu bilmək lazımdır ki, burada müqavimət azaldıqca ona cəryan verib partlatmaq lazımdır. Və bugünkü efir olmadı. İnşallah ki, gələn efir daha maraqlı olacaq. Bununla da biz efirimizi yekunlaşdıraq. Üzülü sayın bu efirə görə. Minnətdarıq sizə. Avtotəmir live efirinin izləyiciləri salamlayırıq hər birinizi və bugün Avtotəmir.az saytının iki peşəkar üzvünü efirimizə dəvət etmişik. Elektronika sistemi, avtomobilin beyninin təmiri, elektromobillərin sayı artır, plug-in avtomobillərin sayı artır, onların batareyalarında olan problemlərdir, onların həlli yoldur. Bax, bu sahə üzrə peşəkar ustamız İlqar Usta buradadır, problemləri aradan qaldırır. İlqar Usta, xoş gəlmişsiniz. Salamlayıram sizi. Salam, mən də sizi salamlayıram. Bugünkü veriliş belə həmişəki kimidir. Görürsünüz ki, daskanı zadı belə təmizlədik. Çünki daskada izah eləyəcək neysə. Mənə oradan belə batareyalar yığıb gətirdirmisən ki, batareya haqqında danış. Bu aktual bir mövzudur. Hansı ki, bütün insanlar elektromobil və plug-in hibrid avtomobillərindən istifadə eləyir. Hamıda da maraqlıdır da bu tema. Doğru. Və dəyərli dostlar, elektrik işlərlə bağlı, diaqnostika işləridir, farada olan problemlərin aradan qaldırılmasıdır. Sonra bir çox məsələlər var. Məsələn, lük təmiridir, qapılarda şüşələrin qalxıb enməsində olan problemlər də ondan həlli yoldur. Bu sahə üzrə peşəkarımız Rəşad Usta buradadır. Rəşad Usta, xoş gəlmişsiniz. Mikrofona yaxın. Xoş gördük. Belə deyək ki, bizim kimi bizə görə yeni məkandır bura. İlk dəfədir də burada iştirak edirsiniz, bəli. İnşallah ki, davamlı olur. Biz efirlərdə yəni çox rastlaşırıq, çox görüşürük. Yəni yeri gəlmişəm, bəyəndim də elə ofisinizi, studiyanızı, çox gözəldir. Gözəl bir aura verir, xoş aura verir adam inşallah. Bugün də indi istəyərik ki, bizi dinləyənlər bizi tək qoymasın. Nə sualları varsa yönətsinlər, biz də cavablayaq. Buradan izləyicilərə səslənirəm. Ümumiyyətlə, hal-hazırda, baxın, elektrik işləri, elektronika işləri, nə problem varsa göndərin efirimizə. Onlarla bağlı bir ustalarımız fikirlərini bildirsinlər. Eyni zamanda nömrəmizi də görürsünüz. 050 505 55 25 nömrəmiz aktivdir. Baxın, WhatsApp-a yazılı və səsli suallar göndərə bilərsiniz. 050 505 55 25 nömrəsində. Deməli, gələn ilk sual nə ilə bağlıdır? Salam, axşamınız xeyir, hər vaxtınız xeyir. Kia Sorento'dur məndə. 2-4 benzindir. Səhər xodlananda qara tüstü verir, titrəyə-titrəyə işləyir, 10-15 dəqiqə belə işləyir və ağır xodlanır. Starteri açıb baxdılar, heç nə çıxmadı deyir. Belə ümumi bir sual verir. Əslində, bununla bağlı deyəcəyimiz nələr var? Bunun deyək, bağlı... Nədən o ehtimallar deyək də? İlk növbədə, belə deyək də, səhər-səhər qeyri-müntəzəm işləyirsə maşın, bir 5 dəqiqə, 3 dəqiqəyə yəni sakitləşirsə, nizamlayırsa, bu birinci alışdırma şamlarla bağlıdır ilk növbədə. İlk növbədə ona baxmaq lazımdır. Qaldı ki, ikinci növbədədir ki, maşın ağır xodlanmağı şərt deyil, bir dənə yəni starterlə bağlı olan bir söhbət olsun. Çox güman ki, onun akkumulyatorunda da bir zəiflik var. Ona baxış eləmək lazımdır. Yəni akkumulyatora baxmaq lazımdır. Baxmaq lazımdır. İndi İlqar ustamız görə nəsə səndə vurulamaq istədiyin bir məqam var İlqar usta? Gediş-götür nə ilə başlasınlar, nə ilə baxsınlar? Təzyiqə bax. 2-4 benzin səhər xodlananda qara tüstü verir deyir. Bəli, nasosun təzyiqinə də baxsın. Nasosun təzyiqinə də baxmaq lazımdır, yoxsa? Nasos benzin də. Bəli. Deməli, Muradov nə yazır? Bu yağı ilk dəfə çıxanda 10.000 manat hədiyyə verirdilər. Böyük ehtimal ki, Havalayının reklamı gördü. 10.000 manat ilk dəfə. Əslində, Havalayla bağlı böyük yarışmalar olub, onu düz deyirsiniz. Hətta mən nəyi xatırlayıram? Bir dənə yaddaşımı yeniləyək də. Mənim yadına qalan 3 dinləyiciyə, yəni radio dinləyici nəyə görə deyirəm? Çünki radioda yarışma eləmişdik. Bir dinləyici 5.000 manat pul qazanmışdı. 3 dinləyiciyə iPhone 16 Pro vermişdik.
3 dinləyiciyə də PlayStation 5 Slim vermişdik. Bax bu yarışma Hava Online ilə bağlı yadımdadır. Yəni ümumi 7 dinləyiciyə biz hədiyyə vermişdik. Bir də bir yağ dəyişmə mərkəzinə hədiyyə qazandırmışdıq. O da 5000 manat pul qazanmışdı. Yəni ümumiyyətlə LVM şirkəti bunu edir. Yəni dəfələrlə edir. 10000 manat pulda yəqin əvvəllər siz ilk dəfə deyəndə Hava Online yağının ümumiyyətlə tarixi Azərbaycanda uzun müddətdir Azərbaycanda var. Və belə kampaniyalar və belə yarışmalar da olur. Kartlar da hələ də qalıb evdə deyir. Bax sizdə evdə kartlar qalıb, məndə isə yanımda var burada Hava Online yağı var dəyərli dostlar. Hər zaman yanımdadır. Bax yağı ala bilərsiniz, istifadə edə bilərsiniz. Sonra bax bu yarışmalar olur ki, yarışmalarda iştirak edə bilərsiniz. Mən burada nəyi bildirmək istəyirəm? Rəşad ustamızın başına bir maraqlı hadisə gəlib. Elə ondan başlayaq. Bir əhvalımız dəyişsin də, bir dəmir-dümürdən danışırıq onsuz da hər gün. Hər gün. Maraqlı hadisəsi bir dənə dinləyil qarşısında. Gör belə bir şey görmüsən ümumiyyətlə. Demək, bu neçə gün bundan qabaq bir dənə Nissan Sunny yaxınlaşdı. Ki maşında qeyri-müntəzəmlik var, maşın normal işləmir. Aha. Elə kapodu qalxızdım ki, maşına baxış eləyəm. Maşına baxış eləyəndə gördüm motorun, xananın demək olar ki, ətrafında bir yarım litrik boş butulkalar düzülüb. Bir olmasa bir 6-7 dənə. Özümə belə çox maraqlı qaldı, həm də biraz gülməli gəldi mənim üçün ki, yəni bu butulkalar niyə belə, yəni oradan-buradan Yəni hərəsi belə düzübdür belə. Düzüb deyəndə ki, harasa belə deyək də, yəni nəyisə bərkitmək istəyir. Sancıqdır, elə bir ki, hərəsinin bir yerə sancıqdır, belə durubdur. Dedim qardaş bu nədir? Dedi qardaş 3-4 dənə ustanın yanında olmuşam. Hərəsi biri vozxamerdir, biri izastonkadır, nə bilim, hər bir şey yaradırdı ki, maşın narahat işləyirdi. Mən bir butulkaları çıxartdıqca maşın titrəməyə ilə başladı. Qardaş belədi, nə var dedim, maşını çorladın ki. mən dedim, qardaşım çorladım dedim ki, düzəlməyə gəlib də maşın burada. Çorlayıbsa özümüz baxacaq da. Mənim üçün çox bir maraqlı gəldi ki, yəni butulka ilə bu adam öz yəni dərdini avtomobilini təmin edib yəni. Təmin edib və o 3 gündür ki, o vəziyyətdə də sürür maşını. Şimdi onu çıxartdıq, bütün butulkaları oradan ayırdıq. Yəni heç nə bir sadə bir səbəb deyərdim mən ki, adi radyom işləyir, belə deyək, boşluqdan idi. Yəni babinə girən radyom içində qırıq olub, yəni sanki kabellər quruyubdur, tərpədən anda elə bir ki, bütün kabellər oynadıqca, yəni ki, onda da maşın icaq nizamlarına qeyri-müntəzəm işləyir, yəni belə bir şeydir. Belə köhnədir, quruyub da naqilləri. Deməli adam, bilirsiniz bu nəyə xatırladır? O ki telefon adapter xarab olur, adapterin arxasını belə qaldırır ki telefon şarj eləsin. O da onda butulkaları belə bərkidib, naqili belə sıxıb küncə. Onu belə bu yolla bir neçə dənə butulkanı düzüb ki, avtomobil orada işləsin də. Yəni deyirəm ki, yenə çox sağ ol ki, bu butulka niyə yığıb o? Naqili bərkidib. Naqillərin arasına salıb. Boşluq olub da. Elə başqa şey yox idi, butulka var idi. Bu boyda şeyin içərisində butulka yadına qaldı ki, sırf butulka olmağı niyə butulka? Hadi bax niyə butulka? Nə qoya bilərdi ora? Kərpic. Nə nə qoysun orayda orada? Kubikdən zaddan qoydu. Yox, butulka nə? Niyə butulka? Butulka yumşaq bir detal olaraq deyəkmi, plasmas olaraq, yəni ki, həm əzilir, həm bərkiyir. Plasmas, yumşaq butulkası yox. Plasmas butulkalar yağını qoyub ki, detonasiya olanda o harada naqili sıxıb divara belə nəsə bir yoğulafq eləyib özü üçün. Amma özümüz də halaldır vallahi. O sürücüyə halal. Mənim də sadəcə 3 gün bundan qabaq bir defekt gəldi başıma. Müştəri zəng eləyib ki, bəs İlqar usta bəs başıma belə iş gəlib, təzə Sial 5-dir bu. Təzə çıxan yeni nəsil avtomobildir. Sağ qapını açan kimi baqajnik açılır. Deyəm, bu nə danışır? Sağ qapını açanda baqaj açılır. Deyəm, bəs digər qapıları açanda, deyir, xeyr, onları açanda açmır. Ancaq sağ baqajdır. Sağ qapını açanda baqajı bir yerdə açılır. Deyirəm ki, indi onun sən niyə əziyyət verir? Deyir, heç nə də, müştəri taksi şofördür. Deyir, müştəri gəlir, hər dəfə qapını açanda baqaj da açılır. Düşürəm, bağlayıram, sürüb gedirəm. Bəs buna bir əlac qılıq. Hər yana gedirəm, düzəlmir. Nə oldu? Bir gəldi yanına, yoxsa yox? O da gəldi yanımıza. Nədən idi yaş? Düz 2 gün əlləşmişəm mən oyuna. Nə problem çıxdı ki onda? Axı heç nə də müştərinin sumkasından mı, haradan bir balaca san geyib girib. Hara girib ay? Maşının içinə. Qalxıb orada kontrol provadan arasında yiyən moment hələ bilirsiniz ki, bu qapı ilə baqajın məftilini birləşdirib. Belə ani birləşdirib.
Hə, yəni orada deyirsən Sisan gedib orada istərsəməz orada Yemişdi ya əməlli başlı. Sən niyə orada düşündün ki, yenə də müştərinin demək çantasından düşüb Sisan? Saxladığı yerdə çıxa bilməz, girə bilməz ora. Maşında bir başqa dəlik yoxdur ki, girsin onun içindən. Yox, İlqar mən bir dəfə mən deyim, mənim öz başıma gəlibdi. Maşınım mən bir 07-lərin vaxtlarında olanda mənim maşınıma bir dənə Sisan girmişdi. Böyük bir Sisan idi. Sisan deyək də, Mişol deyək də, böyük Mişol var. Mişol. Mən maşını sürdükcə hər dəfə indi bir dəfə gördüm tormuz yanmır, bir dəfə pavarotik yanmır. Özüm məhtəl qaldım ki, elektrik olasan, yəni ki, maşının necə ola, hər gün bir şey xarab ola. Bir gün yol gedirdim, elə Dərnəgül körpüsünün üstündəydim. Gördüm ki, arxadan bir səs gəlir. Özüm qorxdum. Çöndüm güzgə baxdım, heç kim yoxdur, amma yenə səs gəlir. Akasiya Sisan neçə gündür ki, oradadır, öz işini görür orada. Öz işini. O kapotxanada. Yox, bagajdan salona daxil olub. Silinlə oturacaq hissəsini təmiz oturmuşdu, oraların hamısını dağıtmışdı. Hardan məşəmişdi? Biz adətən evdə zibili bagaja qoyuruq ki, aparıq həmin yerə hazır. Bəli, o anda oradan düşmüşdü. Ha, yağın bunda da belə bir şey. Bu mövzu ilə bağlı bir xəbər oxumuşdum, tam xatırlaya bilmirəm. Hansı avtomobilin naqilləri elə bir materiallarla hazırlanmışdı ki, o sovulları özünə çəkirdi. Bax onu mən xatırlayıram, xəbər oxumuşdum. Ümumiyyətlə yəni yeyə bilirdi o. Elə bir şey var, sistem var ki, yüksək gərginlik baxır özündən. Naqil çəkilir. Mən maşınların içində neçə dəfələrlə onu görmüşəm. Mişoldu, Sisandı yaxınlaşanda ki, onu dişləsin, tok vurur və ölür. Belə bir sistem var. Yox, bizdə yoxdur, düzdür, xaricdə. Biz Almaniyada adam nəsə iş görəndə əlin vursa. Yox, o adam bilir də, onu keçmir doğru. Biz Almaniyada maşın gətirəndə, bir dənə Mercedes gətirmişdik. Motorxanada 4 gözdə belə xüsusi belə qurğu vardı, relələr, 6 dənə. Xüsusi bir səs verirdi o. Yəni bir insan o səsi eşidilmir. Yəni onlar ev içində var. Siqnal verir. Elə bir şey var. O siqnalla elə bir ki, sanki qaçırırsan. Biz niyə gəldik Sisandan danışdıq? Mən başa düşə bilmirəm. Sən danışırsan. Bir adi tema. Təmirindən biz gəldik Sisan. İndi bir dənə mənə nə maraq? Dedim maraqlı hadisə nə başınıza gəlib? Əslində yox, yaxşıdır. Barışad üstə bir o şey şu gətizdirmisən. Mən oradan bura batareya gətirdim. Göstərəsən ondan. Sisandan danışaq. Master class olacaq dəyərli dostlar. İndi bateriyamız da var. Sonra nə gətirmisən Rəşad usta? Elə lupalar, lampalar onların hamısını sizə göstərəcək ki, nəyə diqqət etmək lazımdır ümumiyyətlə bu işlərdə. Usta, yağın vaxtından 1000 kilometr keçsə problem olar mı hərəkə? Yox, 1000 kilometr böyük ehtimal ki, bir şey eləməz, amma çox gecikdirməyin də. Hansı yağdan istifadə edirsiniz? Salam bir izləyici bizi sağ olsun. Yazır ki, Chevrolet Cobalt'dır. Pəncərələr açılıb işləmir. Pəncərəni açdıqca isə qapılar kilitləşir deyir. Pəncərələr açılıb işləmir. Pəncərəni açdıqca isə qapılar kilitləşir deyəndə. Bu Cobalt'larda deyərdim ki, çox bir nadir, nə deyim, qarşımıza çıxmayan, tapılmayan dərdlərlə yanaşır. Mən deyərdim ki, hər gün bir 2 dənə olsa da bir Cobalt'a mən baxıram. Bu problemlə bağlı yəni? Yox, ümumiyyətcən də, yəni fərqli, yəni heç ağlıma gəlməyən problemlərlə gəlirlər. Əksəriyyəti, hə. Bunların da hamısı köklü, gəlib hamısını naqillərin üzərində çıxardıram. O da gedir Sisana bağlanır, hə? Yox, bu Sisan söhbətdir. Yaxşı, ardından. Bitin lətifəsini eşidənlər var buradan, sizə bir lətifə də danışacağım. Bitin lətifəsini kim bilir? Anekdot yox. Mən sözümü tamamlayım, sən deyərsən. Danış deyəcəm bitin lətifəsini. Bu Cobalt'larda bu yəqin ki, bildiyinizə görə Azərbaycanda burada yığılırda müəyyən Cobalt'ları, servisləri yox, indi müəyyənləri bildiyimiz qədər burada yığılır. Razyumların, bilmirəm, bunlar o cürə defektlə gəlirmi, yoxsa elə burada bizimkilərmi? O da defektlə gəlir. Çıxartdı, saldım bir dəfə üşəbsə. Çünki mən bir çoxların razyumların tam oturmaq şərtində mən qarşılaşıram. Ki, ya da ki, oturan halda hansısa o kontaktın birini əyilir. O şəkildə olur. Belə bu qardaşda da razyum söhbəti olacaqdır. Mən də rastıma çıxıbdır. Bunların ən çox razyumları birinci Bakovoydakı şofer tərəfdəki Bakovoydakı problemdən çıxır. Qapının qırağındakı hansı qapıya tok verən razyum var, ondan çıxır. Problemin ancaq oradan qaynaqlanır. Onun həlli də ki, belə bahalı işdir. Yox, elə baha deyil, deyəm ki, prosto o dərdi tapanacan da. Məsəl üçün, standart ümumiyyətlə, məftil işi Rəşad usta, çox ağır işdir.
provada işi. Bilirsən konşinada zat daha belə bir Hətta elə görsən xırda bir məsələ, bəlkə də o qarşında durubdu o problem. Amma sən gedib ki, bagajda axtarırsan. Yəni bir onu axtarırsan belə ki. Düşünürsən ki, bəlkə bundan olar, bəlkə ondan olar. Bax belə bu halda gəzirsən maşının üzərində. Amma şübhə hallarımız var ki, məsələn, bu təcrübəmiz yəni bunu göstərir ki, bugünkü gündə məsələn qapının üzərindədir, qapının qırağındadır, məsələn şitin altında hansısa əsas radyomlar var, onlardır. Yəni o cürə özü bunlarda bir dənə tüfek var ki, qapının radyomun üstünə həmişə ora su damcısı görürəm mən. Əksəriyyətən. O deməkdir ki, maşının detalında sızma əmələ gəlir. Yuxarıdan buraxır yəni. Stoykadan ora, yəni stoyka şofer tərəfdən düz naqilin üzərinə tökülür. Bəlkə də deyim ki, 20 dənə maşının bir 10 dənəsində mən onu görürəm. İlqar ustaya belə bir sual vermək istəyirəm. İlqar usta, əslində elektromobil avtomobillərlə bağlı bu mövzuda hər dəfə söhbətlər gedir də. Elektromobillərdə, ümumiyyətlə tam elektrikli avtomobillərdə şua var deyirlər. Bəzən olur ki, adam deyir ki, həssas insanlar, nə bilim, kimsə əyləşir, ayağı ağrıyır, kimsə əyləşir, ürəyə bulanır, kimsə başı ağrıyır, tük tökülməyə məsələləri var. Ayağının tükü tökülür. Ümumiyyətlə var orada tezlik. Tezlik var elektromobillərdə. Çünki ona siz bilirsiniz ki, o məsəl üçün bu yaxında da mənə bir müştəri ilə söhbət edəndə o da qayıtdı mənə ki, məndə bu ayda 6 avtomobil idi. Mən onun için oturanda başım ağrıdı. Ona da mən nəzərdən keçirdim 5-6 dəfə. Sonra dayı avtomobildə daha idarə eləmədim. Satdım, çıxdı, getdi. Mənim məsələn doğma qardaşımda da ayda 6 idi. O da bunu müşahidə eləmişdi. Amma ona qalsa mən bütün gün biz hələ bu tokla işləyirik də. Cürə batareyalar sökülür. Bəli. Cürə işlər görülür, bütün gün o tok maşınların içindəsən. Bəli. Onda görə bizdə də belə bir haqq-hesab olsun da. Yəni demək istəyirsən şualanma yoxdur da onda? Xeyr, şualanma yoxdur. İnsan səhhətinə zərər olan bir şey yoxdur. Amma ki, elə insan var ki, o həssas insandır. Həssas insan olduğuna görə də onun bədəni həmən o tezliyi tez götürür, tez qəbul edir və ona mənfi belə reaksiya verir. Təsir göstərir. O da insanın özündən asılıdır. Bir ikincisi də ki, insanın özündə belə bir şey olmalıdır ki, yəni ki, budur da, yəni bəlkə başqa səbəb var, bəlkə onun təzyiqi qalxır, bəlkə onun özün qorxuzmasın da yəni. Hə də o insan özünə o samovun şeyini deyilən bir şey var. O belə bir şey özünə o qədər belə deyir ki, hə bu tokdur, ona görə mən beləyəm, tokdur beləyəm. Ona görə də belə mənə elə gəlir ki, o sıxıntılı azad olur. Bilirsən, ayaqda tük zat da tökülür, elə bir şeylər də müşahidə olunur. Ayaqda tük tökülməyə normal deyil axı. Yaxşı adamın başı ağrıdır, hə, ayaqda tük niyə tökülür ki? Təsir eləyir də insan. Bizdə şualanma var da. Şualanma gör demək olar da ona. Bəli, şualanma var. Mən sizə bir dənə söz deyim. Demək bu yaxında yardım ki, bu keçən ildə bizim bir dostumuzun dostu var, iş adamıdır. Onun Range Rover var idi. O adam Range Rover satdı, getdi Li 9 aldı. Li 9 alandan sonra bu adam hər gün ümumiyyətlə bunun qaydası var bu adamın. Hər gün gedir dəniz qırağında yeriyirmiş. Səhər tezdən durub. Bu Li 9-u deyir sürəndən bu adam çox addım ata bilməmişdi. Elə gəzir, deyir ki, mən yeriyə bilmirəm, ayaqlarım tutulur. Bu yolu qət eləyirdim, amma o qədər eləyə bilmirəm də, yarısına yoruluram filanla. Düşdü həkimə filana, ora bura. O həkim qalmadı, bu həkim qalmadı da. Deyərdim ki, Bakıda ən bərk gedən həkimlərdən belə hamısına bir-birinə şey elədi. Hərəsi bir deyir, sən heç nəyin yoxdur. Axırı deyir, yenə çox peşman qayıtdım. Axırı bir həkim dedi, get bunun yanına. Adi bir həkimdir. Tanınmışlar filan deyil. Deyir, getdim onun yanına, dedi ki, elə girdi, oturdu, dərdimi söyləyəndən sonra qayıtdım, mənə dedi ki, nə sürürsən? Dedim ki, başa düşmədim, nə sürəcəm ki, sən, mən deyəm, gəlmişəm mənim müalicəməyə, sən məndən sorğu-sual edirsən. Bundan biraz xətrinə dəyib həkimində. Xətrinə dəyib çıxıb. Yəni ki, bu həkimlik eləmir də, amma dərdimi söyləmir, mənim maşınla maraqlanır. Bu da başqa şey fikirləşib ki, yəqin ki, mənim imkanımın filanımı fikirləşirmiş.
Sonra gedib ona bunun dostu yenə də ona deyib ki, qardaş eləmə filan bəşməm. Bir də qayıdıb deyib ki, qardaş get maşını nədir? Deyib ki, belə-belə, deyib ki, get maşını dəyiş. Deyib, yenə bu baş xarabdır, elə şey olar, mən maşımı dəyişim. Çıxıb gedib. Çıxıb gedib, dəri tapılmır da. Bu da gündən-günə görür ki, ağrı şiddətləşdirir. Bu adam götürüb maşını satıb. 9-u satıb, təzən yer Range Rover alıb. Arası deyib, bir ay çəkmədi. O ağrımı, yolun qət eləməsimi çox fərq elədi. Deyir, inan Allah, getdim o həkimin alından öpdüm. 200 manatı cibinə pul bastım ki, qardaş, çox sağ ol. Orada bir söz necədir? Bu İlqar usta, sənə bir dənə şey xahiş edeyim. Hər şeyi açıq danış da. açıq. Hə, açıq danışam. Nə görürsən onu danış. Ya insanlar bilmək istəyir. Bu Allah bizim biz dostumuzun başına gələn bir şeydir Sən də. alaq biz elektromobil. Niyə almırsınız ağızda? Yo, ayağı tutulur adamın. Səhhətinizlə bağlı ki, problem varsa almırsınız. Yox, mən deyərdim ki, ümumiyyətlə bu şualanma təkcə maşında yox. Adi mebildə də, bu taxta mebildə də var. Paltar geyimdə də var. Ümumiyyətlə biz elə bir mühit yoxdur ki, biz o şualanmanı qəbul eləməyək də. Adi telefonda olan şualanma, məsəl üçün şualanma demək olmaz ona, amma ki siz bilirsiniz ki, tezlik gəlir də ona. Bəli. O tezlik qəbul olunur. Miqdarı var da elə bir şey. Bəli, miqdarı var. Biz indi bugünkü oturmuşuq studiyada, burada göz nə qədər texnika var. Hələ o texnikanın istər-istəməz ötürücüsü var, qəbul edicisi var, düzdür? Bunların hamısı necə sizə deyim, o hardasa insanın orqanizmi hissiyyat hiss eləyir də onu. Nəyəsə vurur, hansı bir nerv nöqtəsinə vurur. Məsəl üçün Elnur müəllimin görürsünüz ki, saçı tökülür. O qədər oturub ki, bu texnikanın yanında saçı tökülür də qardaş. Ondan asılıdır. Yazıq belə buraları zadı tökülür, yox olur. İnsanlar fərq var da. Buralar yoxdur da. Əlbəttə ki, yoxdur da. Gəl bunu etiraf eləmir. Fakt budur. Studiyaya gələndən olub belə. Mən bir dənə onu bilirəm ki, yaraşıqlı olmaq bir şey deyil. Bir dənə onu bilirəm yəni. O heç, yaxşı, mövzunu dəyişək. Hə, tamam. Dəyişməyin. Yox, ümumiyyətlə saçım tökülür sonra. Ay sağ ol, mənim saçım ağarır, baxırsınız. Hə, təsir edir. Mən məsəl üçün elektromobillə işləyəni mən özüm hiss eləmişəm ki. Əslində mən bir də ayaqda tük tökülməyi niyə dedim? Çünki bir ara İlqar Usta'nın ayağında tük gedirdi deyirdi. Hə, sağ tərəfdə düzdür. Hə, ayağında tük gedir. Ona görə mən o mövzunu açırdım. O elektromobil sürməkdən. Elektromobil çox sürdüm, baş ağrısı da oldu, düzdür. Heyətdə var bir dənəsi. Qızıllatmışam ora, daha sürmürəm. Niyə? Çünki mənim başım ağrısı keçmir. İndi bu şey baş keçmişəm yenə. İlqar Usta, ən çox hansı modellərdə bu baş verir? Nə qədər kilovatı çox olur, o qədər olur. Tesla'da da. Tesla'da da çoxdur. Yəni batareyanın sayı nə qədər çox olduqca 100 kilovata yaxındır da. 100 kilovat az cəryan. Pluginlərdə o qədər deyil. Pluginlərdə azdır da. Pluginlərdə məsəl üçün bir vadidə 8 kilovata yaxındır. O heç nədir də. Onun şüası o qədər çox deyil də yəni də. Balaca bir şeydir orada məsəl üçün də. Priusda, hibriddə zətdə də o qədər deməkdir. Hibriddə zətdə çoxsuz deyən belə çoxdur. Amma ki elektromobil təbii ki orada olan güc, orada olan məsəl üçün orada siz özünüz bilirsiniz ki, məsəl üçün motorun ayağında 380 volt dayanır. Dayanır həmişə. Düzdür, dəyişən cəryan oturur da ayağında. Bəli. O hərəkətə gəlməkdə ortaya invertor deyilən belə bir şey var. Ona sinxron impuls həmən cəryanın içi ilə ötür və həmən avtomobil sinxron məsəl üçün motorda hərəkətə gəlir. O elə omni hərəkətə gəlir ki, o 300, 350, 450 at gücü verir. Məsəl üçün adi götürək də siviti kalıbqalar biz. Baxaq ki, onun tərkibi, işi necədir də. Baxırsan ki, daxili yanma mühərriki orada nə üçün deyəm? Generator üçün. Orada birinci pervişlə val deyilən şey var da usta. O yəni ki, ötürücü qutuda heç bir adiyyəti yoxdur. Deməli, burada biz də o ağrımaqdan danışdıq deyək, dedik elektromobil sürənlərin indi başı ağrıyır, ürəyi bulanır. İndi hər kəsə sürdüyü avtomobil yazır və ağrıdığı yerləri yazır. Yazır ki, Rəsul bəy, 06 sürürəm, mənim də ayaqlarım ağrıyır deyir. 06 sürürəm deyir. Ramin bəy salamlayır bizi, sağ olsun. Sonra nə yazır? Redol 92-si effekt verir, maşının getməyində deyir. Bəli, Redol yanacaq doldurma məntəqəsində yaxınlaşa bilərsiniz, dəyərli dostlar. Xırdalan dairəsində və Zabrat yolunun üzərində fəaliyyət göstərir. Həm də avtomobilinizə təmiz yanacaq
yanacaq vurmaqla, yəni sistem təmizdir, ona görə bildirirəm. Eyni zamanda bonuslar qazana bilərsiniz. Emil bəy yazır ki, Kia sürürəm, ürəyim ağrıyır deyir. Mən deməzdim. Niyə Mən Kia? deməzdim. 8 ildir Kia sürürəm mən. Ürəyi dağılır, Heç ürəyim sağlamdır dağılmır. yəni. Yox, model hansıdır da? Kia'nın nə dəxli? Kia'nın elə bir modeli var ki, sürəndə adamın ürəyi ağrıyır. Bəlkə təzə modelindədir. Hə? Evi 9, Hə, evi 6. Təzələrdən. Elektrikli olanlardan. Yoxdur, təbii biz elektrik yeni Hə də pluginlərdən. Serato Son sürür. Yox, Serato sürən ürəyi niyə ağrısın ki? Seraton nətər? Seraton plug-in hibridi var ki, Var. o da hoqqa verir. Siz plug-in hibridlisiniz də, yoxsa yox? Sadə nədir? Yanacaq sistemi ilə çalışandır. Onu deyin bizə, zəhmət olmasa. Çox maraqlı gəldi həqiqətən də. WhatsApp-a yazmaq istəyənlər 050 505 55 25 nömrəmiz aktivdir. Daxili amma mühərriki ilə plug-in hibridlərdə böyük bir fərq var da, Elnur bəy. Aha. Daxili amma mühərrikində dayanan mühərrik çəkici qüvvəyə malik olan bir mühərrikdir. Amma plug-in hibridlərdə ancaq odur da. Benzin sürür ya qardaş, benzin, Serato benzin sürür. Niyə ürək ağrısın ki adamın? Yəni nədir sıxıntı? Nə baş verir? Benzin sürənlərdə də ürək ağrıdır. Yox, onun ürəyi başqa şeyə görə ağrıyır, 100%. O ürəyi maşına görə ağrımamalıdır. Nicat bəy yazır bizə, salamlayır bizi sağ olsun. Yazır ki, məndə BYD Seal maşın düz yolda getmir, yoxuşda Razgom götürür deyir. Mən ilk dəfədir belə bir şey görürəm. Bəli. Nə düz yolda getmir, yoxuşa qalxanda. Padyuma qalxanda elə bir başımıza iş gəlir. O nədən ola bilər ki? Yaxşı şeylər olur bizdə. İndi bu nədir, bunun açıqlaması nədir? Nəyin açıqlaması? Burdasan usta. Buradayam, yox onun içindəyəm, şey yox ki, o defektiv fikirləşirəm. Burada sən nə deyir? Yox, deyir ki, yəni BYD Seal düz yolda Getmir. Amma yoxuşa qalxanda əməlli başlı gedir yəni. Nə ola bilər o? Deyə bilmərəm mən. Necə yəni? Niyə Deyə bilmərəm də mənim ilim gedib ona. Ay usta elə yox da, deyə bilmərəm deyə Gəlsin düzəlsin də. maarifləndirmədə heç olmasa nədən ola bilər bir ehtimallar deməlisən də. ABS blokdan da. ABS blokunda problem var yəni. Bəli. Yoxuşa qalxanda nə baş verir ki? Bilmirəm. Təxminən. Təxminən o zəng eləyə bilərsiniz onun o zavod istehsalatçıya. Deyə bilərsən ki, sən orada ABS-in içinə nə qoymusan ki, yoxuşa gedəndə belə gedir, düz yolda gedir. Ay usta, bilirsən axı sən nə baş verir? Nəyi bilmirəm nə baş verir. ABS-i dəyişmiş, düzəlib. Hə, bilmirsiniz amma sizdə. Əlbəttə bilmirəm necə olur. Sökün baxın da içinə nə var. Nəyi sökün? ABS-i. ABS-i söktün, yığmaq olmur. Amma ABS-i dəyişmisiniz, bu düzəlib. ABS-i düzəlmiş, düzəlib. O təcrübəli ustasınız. Neçə illərdir işinizsiniz? Neyniyim nə mən? baş verdiyini bilmirsiniz ki? Mən bilmirəm nədir. Sizə nə deyirəm mən? Elə mən nəyəm bu? Bundur ki, dəmiyə nəyəm? Bu faktdır da. İri köhnəlib 2012. Hə, Emil bəyin dərdi açıldı. İri köhnəlib 2012 ürəyi ağrıyır. Onu da inşallah Allah sizə ruzi yetirsin, onu dəyişəsiniz. Bugünkü gün müştəri mənə bir vaydı verib. Bax uşaqlar, deyirəm sizə. De. Bir müştəri deyir ki, qardaş, bunun ABS-i xarabdır. Vəbşim, buna bir əlac qıl götürdü, atdı yama. Sahibkardır, çoxdur onun maşını, filan 5 man. Elə vaxtlar olur ki, maşını atırlar, heç bilmirəm hansı kimindir. Bax, beləsinə də olur vaxtda. Vəbşim, biz bu araşdırdıq, deməli necə olur? Maşın avtomobil gedir. Axırda dediyinə görə qızandan sonra əyləci basır, əyləcdən sonra o pedal qalır. Qayıtmağa 1 santim qalmış, avtomobil sönür. Hoyda, sən defektə bax səni. Hə, o nə deməkdir? Niyə baş verir ki? Mən nə bilim nə baş verir. Avtomobil işləyir. Belə şey yoxdur yəni. Əyləci basırsan, əyləc qayıdır. Axırda 1 santim qalmış, maşın sönür. Və mən də sual verirəm ki, bu sahənin ustasına. O da nə baş verir deyirsən ki, mən nə bilim nə baş verir. Mən nə o ABS-in içində nə baş verir? ABS-dəndir də. O da ABS-dəndir. Hə, çıxartdıq o ABS-i. Dəyişdik, düzəldi. Dəyişmədik. Söktük, baxdıq. Bəs dedim bayaq sökəndə yığmaq olmur. Yox da, elə şey var ki, yığmaq olmur. ABS-i yəni tam sökmək olmur da, belə başa düşürəm. Xeyr, olmur. Müəyyən hissəyə qədər sökəlir. Amma mən sökmüşəm də onu, tam diyisinə sökmüşəm. Amma yığa bilməmişəm. Nə var öyrənəsiniz inşallah? Hə? Heç yığmaq fikrim də yoxdur. Hə, ABS-in içərisində tamam. Mən o marağıma görə sökmüşəm, Elnur bəy. Hə. Onu çox marağında idim ki, bu cin
bunu nə edib? Bu nədir beləsinə ki, Aha. bu hoqqa verir. Təsəvvür götür ki, maşın düz yerdə gedmir, podyumda Gedir. Stibil kimi. Bax görürsüz, ikinci defektdir, bax bizim başımıza. Yəni adam getsin ABS-i dəyişsin düzələcək. ABS-dəndir, bəli. ABS neçədir ki onun? 2000 manat. BYD Seal'ın 2000 manat. Ha. Var səndə ABS? Məndə usta? yoxdur. Tapa bilərsiniz usta. Tapmaq olar. Adam indi 2000 manat, o zəhmət haqqılıdır o 2000 manat yoxsa? Təbii də. Adamın lap əhvalın körradığı deyəsən. İnşallah ki ondan çıxmaz. Başqa ehtimal ola bilər, başqa nə isə. Xeyr, başımıza gələn işi deyir. Avzum şirkətindən Zöhrab Adi- dostumuz bizi adi salamlayır. o. Zöhrab salam. Məsələn, A05-lərdə Aha. çək injiniyordur da müəllim. Bəli. Bəli. Motor şəkli işarəsi. Yəni. Bəli. Maşında ABS-dən elə şey olur. Belə sual versiniz deməli olur. Heç rastlaşmamış. Olur. Amma bilmirsiniz nədəndir. Bilirəm, nətər o ABS-dəndir də, yəni ABS defekti. Cənab İslam. Gen ABS-dən. Yox, içində nə baş verir onu bilmirsiniz. İçində o maye, ələz mayəsi buraxır o platanın içinə. O platada bilirsiniz ki, bütün hər şeyi idarə eləyir də. Yəni Baxız da, ABS nəyi idarə eləyir? ABS idarə eləyir yolda hərəkəti, sürüşməni, uçuna deyirik də biz, əl eləci. əl əyləcin. Sonra korobkanı ilə mütənasib işləyir ha. Aha. Sonra oyun saydığı qıza deyir 6-7 dənə şeyə əvəzi. Hə? Əyləc, ulu, Sükanı. sükanı, Bəli. sükanda sürüşməz olağıza falan aşıb Dönmə qaçır. bucağı. Dönmə bıçağı. Hamısını ABS idarə eləyir. İçində də bu boylu prosesdir yəni. Yüklüklər. Bir vaxt amma Bəli. Priusun Orada aktiv və deaktiv konşina işləyir. Yəni aktiv siz özü bilirsiniz ki, 500 MHz tezlikdə, yəni GSM bloka, yəni body control idarə olunur, plus avtomobilin beyninə mütənasib olaraq kan gəlir orada. Təsəvvür götürürsünüz Elə ki, nədir? pisin blok kimi də. Bir şeyin blok da, body control bir şey. Hə, Amma BCM blok. adi maşınlarda komfort blok, bir şeyin blok, özünüz bilirsiniz ki, bu çox da asta bir iş görür də. Məsəl üçün kondisioner işlədir, peçi falan 5 məkaba belə də, şüşələri açır, bağlayırsan. Burada bu şeyin blok verir. Adi immo yazılası bir şeyin blok oturur. Çox maraqlı bir işdir də. O bilirsiniz ki, oyuna işləyəsiniz ki, imini də o maşınla işləyən adam, həmən usta, həmən o maşınlarla işləyən bir müəyyən vaxt işlədin oyunu. Digər avtomobil bilsən necə gəlirsən, semiçkada yaxın düşə bilmirsən. usta burada Çox yazılır yüngül ki, iş olur da o sənin üçün. Çünki siz bu qədər belə ağır işlərlə toqquşursunuz ki. Gecə və gündüzümüz o. Mən məsəl üçün siz dediniz bir yanınca. Nizatla mənim günüm, gecəm, gündüzüm olmub da biz evə getməmişik sutkalarla. Yəni illərim mənim itib də ona. usta burada bir əlavə var. Yeniləmə gələndə düzəlir ABS dəyməsinlər deyə yazır bir izləyici. Olur belə bir şey? Yeniləmə gələndə düzəlsin. Rastınıza çıxıb yoxsa yox? Mikrofona yaxın zəhmət olmasın. Mənim rastıma çıxıb yeniləmə gələndə o ABS düzəlsin, niyə düzəlməsin. Amma yeniləmə sizə necə mən başa salım? O böyük bir planşetdir, hələ belə danışaq da. İstənilən telefondurmu, istənilən planşetdirmi, istənilən yeni nəsil avtomobildir. Bunlara yenilənmə gəlir də, düzdür? Bəli. Yenilənmə də təbii ki, internet vasitəsilə gəlir də. Siz internet qurğu, adi tuner deyilən belə bir şey onlarda yoxdur da, bu yeni nəsil avtomobillər. Çünki bunlar radiodan məhrumdurlar. Siz özü bilirsiniz də. Ona görə mən məsəl üçün deyəndə deyəm ki, dinləyici mənə eşitmir. Çünki bugünkü gün BYD-lərin lalkar, onlar ancaq telefonda olan musiqiyə, YouTube-a və ilaxır başqa proqramları qoyub idarə eləyirlər. Radio deyilən şey yoxdur bunlarda. Dinləyici Belə bir şey deyil. İndi mövzuya keçirik əslində. Ora nə isə kiçik avadanlıq var, onu quraşdırırlar bir blok kimi. Təbii o da puldur. Elnur bəy. Nə qədər puldur ki o? Bilmirəm, mən heç o marağı yoxdur. Heç mən onu bilmirəm nədir. Təbii ki, o da puldur. Təbii ki, bax internet qoşulmasa, həmən o istənilən o avtomobil Nitolka Azərbaycan radiosunu, dünyanın hansı bir radiosunu istəyirsə qulaq asa bilər.
Təbii ki, orada 101,1 məsəl üçün FM-i tapmaq çox müşkül məsələdir. Orada 104-ü tapaq da orada 104 FM-i. Məsəl üçün 104 FM-də Avtomixi də izləyə bilərsiniz. 12-dən 2-yə orada oluruq. 104 FM-i də tapmaq müşkül məsələ olur. Ona görə də bizim bugünkü gün müştərilərimiz radio bizim dinləməkdən məhrumdurlar. Yoxdur orada. Biz TikTok vasitəsilə onları çox eşidib görə bilərik. Niyə? Çünki onlar TikToka çox baxırlar, nəinki radioya çox az qulaq asırlar. Rəşad usta, Bu fakt. Rəşad usta deyəcəyim. İlqar usta, yenilənmə gələndə düzəlmir, amma belə qarşısına çıxmayıb da, o düzdürmü? Bir şey deyə bilmirik də ondan bağlı. O bir söz mənim başıma gəlməyib ki, mən maşını yeniliyim, düzəlsin. ABS xarab olanda, qardaş, məsəl üçün də adi maşını götürək də, bivadini ya A05-i, lap belə aşağı da, hələ bir bakalyan götür. A05-i bizim sexdən başqa heç kim düzəlmir onun ABS-ini. O da ki, elə bir defektdir ki, məsəl üçün, indi mən bir cihaz almışam, hansı ki, o proqramı yaza bilirəm. A05-ə uyğun olan bir şey deyirəm də. Digər heç bir dənə nə dilli, nə Çin, heç kim onu yaza bilmir. Rəsmi distributor eləyə bilmir. Mümkün deyil, qardaş. Xeyr, eləyə bilmir. Necə eləyə bilmir? Eləyə bilmir. Bütün ABS-i biz düzəlmişik. Rəsmi düzəldə bilmir. Yox. Çinin 4 dənə maşınını mən kodlamışam. Çin özü Çin. Amma rəsmidən gəlib sənə. Haradan gəlib bilmirəm. Biri deyəsən rəsmidən gəlmişdi. Ha qardaş, dünənlə rəsminin maşınını düzəlmişəm. 207-ni. Onu düzəldə bilmirdilər. Yox da, yox body kontrolda. Sən təsəvvür götür ki, avtomobildə akkumulyator ayırsan, pirboz zat sönmür motor. Heç nə işləyir. Akkumulyator ayırsan sönmür pirboz. Sönmür. Səbəbi nə oldu? Nə çıxdı o? Deyə bilərsən. Body kontrol. Blok. Hə, blokun içində tranzistor yanmış. Dəyişdim işte. Onu rəsmisində tapa bilmirdi onu. Rəsmi o zbor dəyişir, zakazadır. Hə, siz onu amma o hissəni dəyişirsiniz. Təbii. Hə, tamam. Deməli, yazır ki, izləyicimiz bizə. Məndə avtomobil Kia Optimadır, zavod işıqlandırmadır. Ona LED qoysam daha təhlükəsizdir, yoxsa Xenon deyə yazırı göndərir bizə. İndi Rəşad ustamız da bununla bağlı cavab verəcək. Auzum şirkətindən də Zöhrab burdadır. O da onun sahəsidir əslində. O da orada yaza bilər təbii ki cavabı. Volkswagen sürün ürəyiniz ağrımasın deyə yazırı göndərir bizə. Zöhrab dostumuz Vaqa avtomobillərində sevir. Sualı aydın oldu. Bir də təkrar edeyim usta. Bir də zəhmət olmasam. Deməli, avtomobil Kia Optimadır. Zavod işıqlandırmadır. Ona LED qoysam daha təhlükəsizdir, yoxsa Xenon deyə soruşur Orxan bəy. Belə deyək, bugünkü gündə alışma və s. olmasın deyir. Bəli, bugünkü gündə günün tələbi LED-dir. Həm təhlükəsiz baxımdan, həm işıq vurmaq qabiliyyəti yaxşı olmağına baxımdan. Xenonlar biraz çox qızması var. Bəli. Həm onun belə deyək də, Xenonun get-gedə dövrü gedibdir. Yeni avtomobillərin üzərində də gəlirdi. Hansı ki zavod yeni nəsillərin maşının üzərində də hamısı LED-ə keçibdir. Həm qızma baxımından, həm də ki işığın qəşəng işıqlandırması, yol vurma bucaqları çox yaxşı görünmə qabiliyyəti yaradır. Həm də ki bu Xenonlarda belə bir şey var ki, lupanın için yandırır. Yəni qızma nəticəsində lupanın için yandırır. Temperatur o da çox olur. Çox olur, həddindən artıq çox olur. O da ki, belə deyim də, maşının üzərində gələn 2 il, 3 ildən sonra gəlirlər ki, usta bu əvvəl yaxşı idi, indi get-gedə zəifləyib. Həm Xenon lampaların özü saatdandır. Saatdandır. O müəyyən bir vaxtdan sonra get-gedə zəifləməyə başlayır. Bəli. Ərəxusta özünlə də bərabər lupanın için bərbad vəziyyətini salır. Ona görə də məsləhətdir ki, LED qoymaq, LED-in də yenə deyirəm, yaxşısını alıb qoymaq lazımdır. Ucuzdur, yəni 20-30 manatlıq LED-lərdən yox. Yəni indi o bilməm ki, müəyyən bir firmalar var ki, biz onlardan işləyirəm. Yəni öz nəticəsində göstərib məsləhət görərəm ki, LED alsın. Baxın, həm də o alışma deyirsiniz, bu hadisələrə baş verməsin, inşallah ki baş verməsin. Ona görə də düzgün yerdə, yaxşı ustada bu işi gördürmək lazımdır. Detalda yaxşı, keyfiyyətli seçmək lazımdır. Amma bir məsələ də var. Bax, o təhlükəsizlik qaydalarına riayət etmək üçün yanınızda ən azından yanğın söndürmə balonu olmalıdır. Bax, sizə belə bir təklifimiz də var. Nanofar yanğın söndürmə balonudur bu. Yeni texnologiya ilə hazırlanmış bor tərkibli yanğın söndürmə balonu. Nanofar yanğın söndürmə balonlarını da avtotəmir yağ dəyişmə mərkəzlərindən əldə edə bilərsiniz. Özəlliyi isə effektiv bir məhsul olmalıdır. Tez bir zamanda yanğını söndürməsi ilə seçilən bir məhsuldur ki, nəzərinizdə olsun. İnanıram ki, bor tərkiblidir, bor. Bu yeni texnologiyadır. Digərlərində bor deyil. Bu müasirdir. Müasirdir. Hə.
İyon lityum batareyanı söndürür. Bax o bateriya məsələsində, bateriya biraz çətin məsələdir, belə fikirləşirəm. Amma bu digər balonlardan daha effektivdir, onu bilirəm. Çünki bateriyanı söndürən hələ mən eşitməmişəm ki, bir məhsulun bateriyanı söndürsün. Bunu maraqlanaram əslində, bateriyanı söndürür yoxsa. Zəhmət olmasa ona maraqlanırız. Əgər o doğrudan da batareyaları söndürmək gücünə malikdirsə, mən ondan bir 5-6 dənə alım. Yaxşı. İlqar ustama belə bir sual verəcəm, bunu maraqlanacam. Ümumiyyətlə eşitmisən ki, özün xarici videolarda izləyəndə bateriyanı söndürən bir məhsul var. Məncə bateriyaya alışırsa sönmür ümumiyyətlə. İyon lityum sönmür. Yəni eşitmisən belə bir şey sönsün. Var, yəni Alman bir saat bugünkü gün onu istehsalındadır. Avtomobillərin də içinə qoyur Almaniyada. Qoyulur. Yanğın söndürmə balonudur o da, Bəli, balondur. bəli. Böyük ehtimal ki, əgər yenidirsə, onda o da elə bundan söhbət gedir. Bu bor tərkiblidir. Elə yeni istifadə olunan yanğın söndürmə balonları da dünyada da bundan istifadə edirlər. Bu Türkiyədən gələn bir məhsuldur. Bu maşın üçündür yoxsa? Bu maşın üçündür, avtomobil üçün. Biraz iri də maşın üçün. İndi balacalar da var, böyüklər də var. İndi mən bunu göstərirəm. Maşın üçün mənə elə gəlir azdır o. Azdır. Elektromobil üçün az olar. İzləyicimiz nə yazır, göndərir bizə? Gəlin baxaq, gəlin baxaq. Gəlin baxaq, alışmanı mən oxudum. Elnur Ustaya sualım var. Zöhrab dostumuz yazır. Mühərrik yoxsa daxili yanma avtomobili alım? Hə. Necə? Kimsə avtomobil almaq istəyir. Elektrik mühərrik yoxsa daxili yanma mühərrikli avtomobil alım deyir. Yox da, elektrik avtomobili təbii ki, yaxşıdır. Qənaətdir. Bizi Usta belə bir sual verim də. Hə, eşidir. Sənə doğma əziz bir insan gəlir, yaxınlaşır. Mən elektrik avtomobili deyirəm ona. Mən özüm də onun istifadəsindəyəm. Deyir ki, ay usta, mənə məsləhət ver, deyəsən ki, tam elektrik avtomobil alam. Gələcək nəsilə heç olmasa bu ekologiyanın bir təmizliyi qalmalıdır. Gəl belə, buna belə qısa yanaşmayaq da, düzdür? Ya qlobal yanaşaq da, hə? Biz nəfəs alırıq da, düzdür, bugünkü gün hava ilə, hə? Bu yanacaq, hansı ki Azərbaycanda 88-90% avtomobillərin katalizatorlarını söküb satıblar. Düzdür, heç birində katalizator deyilən bir şey yoxdur da, hə? Həmən yanacağın, bütün o xarab o hissəsi havaya sovrulur da. Yaxşı ki, bizim yaşadığımız Bakı şəhərində Allah Taala bizə verib küləklər şəhəridir də. Vallahi başqa bir şəhər olsa boğulub ölə bilər. İlqar usta, mən bir dənə bir şey demək istəyirəm. İndi belə deyək də, biz qayıdaq gəlin bir 90-cı illərə. Bəli. 90-cı illərdə maşın, Sovet maşınlarının üzərində heç katalizator yox idi. Sayı az idi. Sayı azsa yox, yəni var idi da. Yox, 90-cı illərdə mən özüm şəxsən avtomobil idarə eləmişəm. Məsəl üçün biz mən yaşadığım yerdə, işlədiyim yerdən bura təxminən 10-12 dəqiqəyə gəlmişəm. Bugünkü gün mən bura 1 saat 20 dəqiqəyə gəlmişəm. Düzdürmü? Məsafə var, düzdür, yanacağın istifadəsi var. Düzdür, həmən o tıxacda, siz deyirsiniz tıxacda, görürsünüz ki, daxili yanma mühərrikinin bu ses boğucunuzun ağzından nələr çıxır da, qara da tüstü çıxır, buxar da çıxır. Bu adi tünelin içinə girirsən, o şüşələri bağlayırıq ki, oradan gələn o karbon olmasın, qaz insanı boğub öldürməsin. Tünelin içində duman olur. Yox, birisi necədir? Sizin sözünüzdən şərikəm, amma birisi necədir? Deyir, o yuxarı baxıram bığlı, aşağı baxıram saqqaldır. Deyək ki, bu indiki yeni nəsildə olan maşınların siz deyən dediklərinizin onun içində var. Amma bunun bu tərəfindən fikirləşək ki, deyək ki, məsələn, maşının gələcək, deyirsiniz ki, məsələn, bir Elnur dedi ki, tökülmə, baş ağrısı, filan, bəşman, məsələn, hələ bilmirik ki, bir 5 ildən sonra bizim başqa nə xəstəliklər əmələ gələcəkdir. Bu Kitayların, deyək ki, 100 dənə orada hoqqa verirlər, biz bir onun indi başa düşürük. Məsələn, onu siz başa düşəsiniz. Baxız da, baxız, həmən o iyon lit, düzdürmü? İyon lit tərkibli, bugünkü gün batareya dəmir fosfatla əvəz olunub və onun dolması azalıb müddəti olub 15-20 dəqiqə ərzində siz ona 40 kilovat, 25-30 kilovat cəryanı doldura bilirsiniz də, düzdür? Bundan da əlavə onun daxili deməli, kimyavi prosesi tam bir fərqlidir. O yanmır, o mühiti korlamır, o yəni ki,
yanma ehtimalında Bu deyil. 26-cı ildən sonra başlayacaq. Təbii də bu 26-cı az ildə. Hələ- müddətdə oldu Hə. da, düzdürmü? Bax, indi bax gəl hesablayaq da bu az müddətdə belə bir irəliləyiş belə oldu. Hə? İndi siz baxız da bu az müddətdə belə bir irəliləyiş oldusa, siz nə bilirsiniz bu batareya məsəl üçün də o daxili yanma mühərrikinə aid olan bu saat bu Toyota firması çox güclü işləyir. Düzdür, hidrogen atomuna ayırır sudan. Siz təsəvvür edirsiniz, sudan boğucudan ancaq nə çıxır? Oksigen çıxır. Çünki hidrogen götürülür orada. Hə, patlamaya istifadə olunur və boğucunun içindən su çıxır. Yəni buxar çıxır, buxar deyilir belə bir şey. Bir sual verəcəm usta. Bu faktdır da, bu bugünkü gün siz nə bilirsiniz 5 ildən sonra daha bu benzin yanacaq, istifadə olunacaq ya yox. Bəlkə hələ hamı keçəcək suva. Bu az müddətdə keçdi, riski keçdi bu toka. Siz fikir verdiniz. İndi bəs ay usta 5-6 ilin içində bu dövülün oldu, dövülüş oldu. Düzdür? Hətta siz nə bilirsiniz gələn il nə olacaq? Çünki mən 18-ci ildə bu işi işləyəndə, başlayanda işləməyə heç bir nə Çanqan var idi, nə Lisyan var idi, nə Ayda 6 var idi. Var idi ancaq Tesla, düzdür? Bir də ki Nissan Leaf var idi. Başqa bir digər avtomobil yox idi. Az var idi, saz var idi. Yox idi də, yoxdur. Az var idi, yaxşı maşın var idi da, yəni ki. Bir sual vermək istəyirəm. Yaxşı, ekologiya zərəri yoxdur, çox gözəl, əla. Amma bəs bu batareyanın ömrü bitdi. Bu da qlobal problemlərdən biridir. Batareyanın utilizasiya məsələsi. Təbii onu necə bəs eləyirlər? Bugünkü gün Rusiya Kaliningrad şəhərində bu utilizasiya olunmuş batareyaların alımına başlayıb, onu yenidən tərkib hissəsini dəyişib başqa bir batareya düzəldir. Təbii bu utilizasiya. Yoxsa onu məsələn torpaq atanda orada şüalanmaya çalışır, bitki də bitmir yox da, yəni. onu olmaz bastırmaq. O çünki mümkün də olan bir şey deyil. Çünki kimyavi tərkibi var. Ekologiyanı korlayır yəni. Onu torpağa bastırmaq olmaz. Amma ikinci emalı var da, geriyə dönüşü var da. İndi biz buradan batareyaları yığıb, bax sizdə köhnə batareyaları nə edirsiniz? O bizdə bu bilinmir də, məsəl üçün. Biz köhnə batareyalarda bizdə gəlib götürürlər, evləri işıqlandırma, ağıllı evləri işıqlandırma istifadə edir. Heç olmasa orada yararlıdır. Bugünkü gün o yenə yararlıdır. Çünki onun o tərkib hissəsinin o necə deqradasiyası illərlə gedəcək. Özünlə bərabər yaxşı cəhəti gətirirsə, özünlə bərabər bir dənə də belə mənfi cəhətlər də var. Mənfi cəhəti təbii ki var. Mənfi cəhət yox. Mənfi cəhəti odur ki, təmiri çox ağırdır. Təmiri məsəl üçün ustası çox azdır. Mənfi cəhətlərdən çoxdur da. Yəni ki, orada olan məsəl usta, orada olan məsəl üçün defektlər elə bir defektlərdir ki, o heç bir ağlına gəlmir. Sən necə? Məndən indi dost tanış qardaşlar soruşur ki, qardaş, mən nə maşına alayım? Gündəlik bu suallarla biz çox rastlaşırıq da. Birinci yada düşür bu Çin maşınları, az summa ilə təzə maşınlar. 1.0 avtomobil almaq. Belə baxanda, məsələn, mən rəva bilmirəm. Sözün əslində mən bu yaxında Q7 istəyirdim ki, gətirəm, Çanqan. Satmağa? Sürməyə, yəqin ki, məndə onsuz ömürlük olmur. Bir ildən bir dəyişirəm də. Rəşad Ustada hər dəfə soruşuram ki, ay Rəşad Usta, sən alqı-satqı ilə məşğul olsan, deyir yox. Həmişə deyir yox, amma həmişə də avtomobil satır. Usta maşın satar da, sən belə danışdın. Satırsan sən deyil usta? Təbii, əlbəttə ki də bu ayın içində, keçən il bu ayın içində bir 4-ün 5-ini dəyişmişəm. Bunda Elantra var. Satışda. Hibrid. 21. 21 Hyundai Elantra hibrid. Bəli. 2021. Tam full. Neçəyə satırsan? Necə maşındır bu usta? 26500-ə. 26500. Super qiymətli. O bazarlıq 500 manat kəsəydi də oradan, hə? Hələ 26 real gəlsə 26. Necə maşındır usta? Yaxşı. Sürmüsünüz, idarə eləmişsiniz də, hə? Görürsünüz onun rahatlığı, onun idarəsi tam bir başqa bir şeydir də. Qəşəng. İndi bir dənə belə deyəm də, mən dünən bir Çanqan gəlmişdi. Bəli. Qardaş deyir ki, qardaş, mənim şalvarım rəngi 0 maşındır. Sileniyə çıxır, oturacağa çıxır. Hə. Yəni, sən belə bir şeylər görəndə adam istər-istəməz, deyirəm, ilçək bir şey deyil, ürək bulandırır. Onu Murad da dostumuza demişdi, Hyundai klubunun admini. O rəngin çıxmağı məsələsini. Hədə, yəni, sən necə? Şalvarın rəngi. Oturacağa düşür də, düzdürmü? Bəli, bəli. Şalvarın rəngi. Yox, oturacağın rəngi. Necə? Yox, şalvarın rəngi. Şalvarın rəngi oturacağa düşür. Söhbət də budur ki, bu qardaş, baxıram ki, 15 martda şalvar geyinən uşaq deyil. Keyfiyyətli şalvar.
Bu da bunun əlindəki mən baxıram ki, ən azı 50-60 manatlıq şalvardır. Bu müəssisə rəhbəri adamdır. Yəni bu müdir adamdır. Bu gedib Talkuşkadan bu şalvar almır heç vaxt. Yarmarkadan şalvar almır. Yəni o adamı tanıyıram. Yəni söhbət odur ki, orada nə baş verir ki, o şalvarla bu reaksiya girir. Özüm belə çaşıb qaldım. O oldu bir sözcə dizayn söhbətidir. Təbii ki, 25 minə, 35 min arası düzdür yeni nəsil avtomobili almaq bu Rus demişkən nerealni da. Nerealni da bu çox ucuzdur da. Çox ucuz deyə müəllim. Yəni mən onu bilmək istəyirəm ki, bax indi mesajları da oxuyacağam. Hə, zəhmət olsa qısa. Mən belə baxıram ki, ümumiyyətlə düzdür bu Kia avtomobili, Hyundai avtomobilləri bazara girəndə o zamanlarda onda da belə bir söhbətlər çıxmışdı ortalığa ki, ay urlavoy problemdir, nə bilim, askı sırğaları biraz problemdir. Nəsə də belə xırda-mırda bir şeylər çıxmışdı, amma bu qədər qlobal deyildi. Hyundai bugünkü gündə, Kia bugünkü gündə, Sorento bugünkü gündə öz sözünü deyir. Təbii. Qəşəng deyir. Özdə mən 8 il gözüm Sorento sürürəm, Sorentolar sürürəm 8 il. Hamısını özüm gətirmişəm xaricdə. Yəni mən yer göyə qədər rahatam. Siz nə danışırsınız? Sorento brend deyə. Siz nə danışırsınız? Sorento Palagen hibridi ilə siz hansı bir çanqanğı yerlə bir vadini o uyğun eləmək olur. Mümkündür. Mümkündür. Əslində təbii əlbəttə ki, o brend deyə siz nə danışırsınız? Amma söhbət odur ki, bugünkü gündə Sorento sürən oğlanlar bir qismi satır gedir çanqan alır. İdarə etməsinə görə, bir də knopkaya görə. Monitora görə. Dizayna görə. Yox, monitor, knopka basmaq, bu basson, YouTube, nə bilim, nə. Mən deyərdim ki, siz bildiniz də bu ildən Almaniyanın bütün brend avtomobilləri monitoru ləğv eləyir. Vəbşə qəbul eləməyəcək. Nə olacaq onun yerində? Olmayacaq da adi dədə baba, knopka falan. Yəni onun gözəlliyi odur da. Çünki niyə? O ona başı qaçır, rol yaddan çıxır, geri qəza eləyir. Bu bir aidilər nöş dağılır, yoxa çıxır, gündə biri dağılır. Çünki sürücünün fikri də odur. Bütün hər şey oradan idarə olunur da, motor, nə bilim sideni, nə bilim bu bütün işıqların yanılmasına qədər. İşıq yanır, işıq sönür, power hamısı orada. Monitor qaraldı, bitdi də, həyat bitdi. Qardaş, monitor bizim millət nəyə xoş deyir, bax buna. O knopka basmağa, düzdür telefon, deyişək bir dənə yaxşı. Bunun çoxdur funksiyası. Bütün gün telefon knopka basırıq da. Bu millət nitorka bu, bütün dünya bu ilişdirib bu Çin ona. Onu təbii ki, o hamısı yenilənmək istəyir, hamısı nə istəyir, hamısı internet istəyir. Gəl indi belə danışaq da. Lisiyan avtomobilləri bugünkü gün düzdür. Master account açılır. Yeni nəsil avtomobillər, hansı ki çanqanlar gəlib bir aydılar. Hamısında master account açılır da düzdür. İndi siz təsəvvür götürürsünüz ki, bu master account Çinliyin adındadır. O da məcbur eləyir, onu internet olsun. İnternetlə o idarə olunan avtomobil. Yəni ki, o dövrdə, sənin dövrdə o. Hə də sənin deyil də. İstədiyin vaxt. Söndürə bilərlər. Sən söndürə. Təbii də, neçə dənə biz zikr düzəltdik də. Gəldi, sönür. Neçə dənə, məsəl üçün, bugünkü gün lisiyan avtomobil var, yenilənmə gəlib, nəsə orada düzgün gedmir, maşın kərpicə dönür. İndi keçək masterclass bölməsinə. Çünki ayrılmayın canlı yayımdan, çünki ustalarımız da detallar gətiriblər. O detalları da bir təqdim eləsinlər bizə, orada bir maraqlı informasiya verək. Hal-hazırda Avtotəmir live efirini izləyirsiniz, dəyərli dostlar. Ayrılmayın, indi biz çox maraqlı avtomobil beyni göstərəcəyik, batareyası. Düzdürmü? 2 cür batarya var, ion lead, bir də jeleza orada hə. Bir də lövhə hissədə İlqar usta ki, mən sizə sxema çəkəcəm. Bilmirəm nə sxemasıdır. Onu da görəcəyik. Yox, indi biz orada elə bir iş göstərəcəyik ki, o çox usta bilmir nə ona haqq olur orada. Çünki bütün ustalar o batareyanın tokunu yoxlayır falan, amma orada tok o BMW istəyilən bir şey var. O ancaq toku yoxlamır da. Orada 3 vəzifəsi var, həmən o BMW-sin, onu yoxlamaq BMW-sin şeyi var. Onlara mən bir balaca izah eləyəcəm, çünki o izaha mütləq lazımdır, çünki o həmən onu bilməyən adam, həmən o batareyanı salacaq şarja,
Bəli. Şarj vaxtında da bu elektromobillərdə və plug-in hibridlərdə yanmalar baş verir, avtomobil yanır. Onu mən izah eləməliyəm ki, bu insan bilsin, görsün. Əgər baxan bilən varsa, o maraqlı olsun ona ki, baxsın ki, o nədən yanma baş verir və onu söndürmək daim mümkün olmur. Yanma deyəndə yadımıza nə düşür? Nanofar yanğın söndürmə balonları. Əgər o doğrudan da o gücə malikdirsə, onunla 5-6-sını alacaq. Yaxşı. Çünki mən o çox tez-tez sökürəm, başımıza da çox işlər gəlir. Yaxşı. Gəlin belə deyək də, biz indi hal-hazırda Demək, lampalardan demək istəyirəm. H1, H4, H7 bu lampaların kodudur. Amperajı 4. Demək, biz ən çox nə ilə rastlaşırıq bugünkü gündə? Bu H7 lampa ilə deyək ki, bunun oturacaq yuvasında bu cürə oturulur. Bununla da qapayıcı ilə bağlanılır. Bugünkü gündə biz çox rastlaşırıq ki, məsələn, yaxınlaşırıq ki, biz lampanı dəyişmişik. İşıq önə qaranlıq verir, yanlara sırıyır. Yəni ki, orta hissəsini biz görə bilmirik. Bəli. Açıb baxırıq ki, bu H7 lampanı tam şəkildə oturulmur. Bu çəp şəkildə qoyulur. Tam yuvasına oturulmur və bu cürə bağlanılır. Bəli. Və yaxud da gedirlər məsəl üçün, kimsə deyir ki, mən bu faranı mən gücləndirəcəm. Bu H1 lampanı, hansı ki H7 olan hansı ki bir modelin deyək ki, lupasıdır. Bura otuzdurulur, nə-nəsə bağlanır və yaxud da deyək ki, ana-bala kley ilə bunu bərkidilir. Bərkidiləndə burada önə işıq saçmır. Yəni, deyək ki, orta hissəsinə qaranlıq verir, yanlara yenə də şüalanma verir. Bəli. İstədiyimiz qədər işığı əldə edə bilmirik. Ona görə də mütləq amperajına fikir vermək lazımdır. Mütləq şəkildə bu lampanı tam şəkildə otuzdurmaq lazımdır yerinə. Bəli. Və bu şəkildə də qapayıb bağlamaq lazımdır. Yəni, bununla razılaşmaq lazımdır. Belə şeylərə diqqət eləmək lazımdır. Yəni, əslində sadə bir şey kimi görsən, amma tam yuvasına otuzdurulmayanda bəzi problemlər yaranır. Yəni, ona diqqət eləmək lazımdır. Əslində, bu sürücünün işi deyil, bu ustanın işidir. Sürücü orada nə edə bilər? Yox, məsələn, ustanın yanına gedirlər. Məsələn, mən çox rastlaşmışam ki, adi H7-nin yerinə H1-i məsələn qoyublar. Elə bilirlər ki, məsələn, bunu ora nizamsız vəziyyətdə, deyək ki, belə deyək, Rusun sözü, perdelka eləyib bu lampanı bura otuzduranda, sanki elə-belə başa düşək ki, bu lampa gücləndi. Amma elə deyil. Bu lampada, yəni ki, bucaq var. Yəni ki, amma dediyin şeylər, yəni ustanın işi ilə bağlı olan şeylər. Ustalar yəni bunu ehtiyatlı olsunlar, diqqətli olsunlar. Əlbəttə ki, indi müştərilər belə deyək də ki, sürücülər də ki, məlumatı olsun və sürücülərin də biraz anlayışı olmağı belə şeydə çox vacibdir. Belə deyək ki, maşınlar da yəni ki, heç nədən görürsünüz ki, maşının lupası, yeri yanır və yaxud da ki, başqa-başqa fəsadlar baş verir, xoşa gəlməz fəsadlar verir. Onun yerində bunlar mütləqdir ki, yəni bu lampalara fikir vermək lazımdır. Yəni işləyir də bunlar. Bəli. Bunu məsəl üçün deyirlər ki, H7 deyəndə bu ən çox mən onu izah eləmək istəyirəm ki, H7, H4, H1 lampanın kodudur, amperajı deyil. Onu mən yəni izah eləmək istəyirəm. Bəli. Məsələn, bu H4 yazılıb bunun üzərində. Bunun üzərində nə yazılıb? Görmürəm bax burada. 55-li amperaj. Harda yazılıb bu 55-li amperaj? Yox, 55 var. Hardadır ki o? Yoxdur axı heç mən ona görmürəm. Yox, var. Siz başa sən burada yazılıb amma. H4. H4. Digər hissələr? Digər hissələrdə elə onun kimi bağlıdır. Yəni ki, elə eyni sözə bağlıdır. Burada başqa bir nəticə yoxdur. Hansı ki, bir yaxda biz söhbət elədik ki, X-ron lampalar, yəni həmən bu X-ron lampalar bu hissələri, yəni deyək ki, bu xrom hissələrini yandırır. Bəli. Yəni qısa, çünki açıq faralarda o qədər təsir eləmir. Amma burada sıxıntı olduqca, yəni temperatur çox olanda, önündə də şüşə lupa olanda, bu istilik burada sıxı qalanda bunun yan hissələrini deyək ki, xromun yandıra bilir. Ona görə də belə lampalara LED məsləhət görürəm. Bəli, aydındır. Rəşad usta, çox sağ olun, minnətdarıq sizə. Və indi İlqar ustamızı dəvət edək.
Deməli İlqar usta bizə bu batareyadır, düzdürmü? Burada deməli gördüyünüz stolun üstündə iki növ batareya var. Bu Hyundai Sonata, Hyundai Elantra, Kia və digər avtomobillərinin 12 voltluq batareyasıdır. Bu hibridlərə aiddir, yeni nəsil. 2021-in Elantrasına da aiddir o. Bəli, yeni nəsil bütün avtomobillər. Çünki Rəşad Ustada var ya Elantra 2021, ona görə deyirəm. Dəyişmisən? Hə. Alan gəlsən 900 manat. Bəli. Problem var idi bateriyasında. Bəli, 900 manatdır. Hə, bu ion lityum batareyadır, 12 voltluq batareyadır. Bunun təhlükəsi nədir? Burada siz görürsünüz ki, çıxışda 12 voltdur. Bunun tərkibində olan ion lityum, məsəl üçün o dəmir, onun daxili müqaməti azalanda bu şişir. Daxili müqamət nədir? Bu amma dəmir fosfat batareyadır. Bunda da həmçinin daxili müqamət azalanda bu yenə də şişir. Bu nəyə, hansı avtomobilə aiddir bu? O da digər avtomobilə aid. Digər deyəndə açıqlama verə bilərsən usta, yoxsa marka model deyə bilərik? Təbii o dayanır əsasən Yapon avtomobillərində, Nissanlarda dayanır, Toyota'da da dayanır. Bunlar ümumiyyətlə ikisi də sökülüb təmir oluna bilir. Xeyr, onun tərkib hissəsi necə sizə deyim, bağlıdır. Orada reaksiya gedir, daimi reaksiya var. Bəli. Bu batareya necə olur? Deməli, belə bir tutumdur. Düzdürmü? Burada mənfi və müsbət anot olur, düzdür? Bu bölünür. Burada deməli, bunun cəryanı voltla işarə olunur, düzdür? Aha. Burada deməli həmən bu mənfi müsbətlər tərəfə başlayır beləncədə reaksiya getməyə. Düzdür? Bunlar gəlirlər bu nöqtəyə doğru. Reaksiya gedir. Getdikcə də yavaş-yavaş bu reaksiya həmçinin də müsbət tərəfdən. Bu reaksiya başlayır getməyə. Düzdürmü? Bu reaksiya gedəndə burada, düzdürmü? Bunun müqamətinə rastlaşır. Bu müqamətlə yaşayır. Bunun ümumi də tutumu olur. Düzdürmü? Düz deyil. Burada nətər düzdür? Budur bunun sxemi də içi. Yox, burada sadəcə o qədər çox düzdürmü dedim. Mən dedim düz deyil, görüm nə reaksiya verəsən. Bu tutum, Tamam, yox, tutum nə vaxt zəifləyir? Deməli, bunun təbii ki, içində gedən kimyəvi reaksiya nəticəsində bu tutum azalır. Aha. Müqamətə də görürsünüz ki, bu xəttlər onun reaksiyasından əmələ gələn xəttlərdir. Yaxınlaşırlar bir-birinə. Düzdür? Bu müqamət nə qədər azalırsa, Bəli. biliyorsun gəldi, bu da gəldi. Tık, bu da nə oldu? Oldu qısa qapanma, mənfi müsbətdir axı. Hə. Qısa vaxt qapandı. Getdi o bursu, gəldi qocalanda. Gəldi, tık, burada yenə qısa qapanma getdi. Bu nə olur? Bu qısa qapandıqca da Nə olur? qızır axı, istilik alır. Hə. Çünki bu Bateriya qızır. müqamət azalır. Bəli. Düzdür? Aha. Orada olmalıdır məsəl üçün 2,2 milliohm. Düzdür? Bu azaldıqca bu zəifləyir, azalır və bu başlayır qısa qapanma getməyə bunun tərkibində. Aha. Qısa qapanma gedəndə də burada nə olur? Deqradasiya uyğulur. Ya bu qocalır, xarab olur. Bəli. Biz buna buradan cəryan verdikcə, bu qapanmalar çoxalır. Bəli. Bu başlayır nə etməyə? Şişməyə. Bəli. Şişməyin qabağını da almaq ancaq və ancaq onu yeniləmək lazımdır. Hə, başqa yolu yox. Bu şişməyinə qədər çoxalır, bu deqradasiya gedir, bu şişmələr çoxalır. O deyir maşında getdiyi yerdə alışdı, yandı filan. Ya şarj vaxtında onun bir başına bir iş gəldi. Bu proses gedəndə təbii ki, burada nə ayrılır? Enerji ayrılır. Bəli. Hansı enerji ayrılır? Kinetik enerji. Elə sual verir ki, ona.
Nə enerjisi sayılır? İstilik enerjisi İstilik sayılır da, enerjisi. düzdür. Kinetik enerjinin düsturu nə idi İlqar usta? Evet, sən mənə fizika dərsinə gəlməmişəm. Mən burada izah edirəm Tamam, tamam. ki, Sən təbii demək ki, bu sonra- fizikaya aid olan Bəli, bir bəli. işdir, düzdür. Da bu onu bilmək lazımdır ki, burada müqavimət azaldıqca ona cəryan verib partlatmaq lazımdır. Biz onu izah eləyirik insana. Bəli. Düzdür? Bəli. Çünki onun daxilində müqavimət azalır. Azaldıqca da o başlayır nə etməyə? Şişməyə. Şişi nə istilik əmələ gəlir də Bəli, bu şişi. bəli. Çünki onun içində görürsüz Yaxşı, ki, üstünüzdə qazlar onu yox. görmür axı. O necə bilə bilər ki, o artıq şişir? Necə reaksiya verir özü? Maşın yanır, qəza yanır. Yox, həqiqət işıq yanır. Maşın yanır da, qəza yanır. Tamam. Çünki bu 3 dənə amilin üçünü də Major Control BMS deyilən şey var da, düzdür? BMS deyilən bir belə qurğu var. BMS onu ölçür və onu qəzadın göstərir sizə. Bəli. Düzdür? Bəli. Məsəl üçün görürsüz, müəllim deyir ki, gələn kimi bunu dəyişdim. Bəli. Çünki bu qəza verdi orada. Düzdür? O qəza verdiyinə görə də o deyirdi ki, məni dəyiş. Hə də işıq yanır. Dili yoxdur da. Diaqnoz gələndə göstərir də, düzdürmü problem var? Təbii göstərir. Bəli. Amma avtomobilin özü də diaqnostikandan əvvəl onu deyir. Bəli. Ya həmçinin bu dəmir fosfatı deyir. Aha. Deyir ki, bu məni dəyiş. Falan batareya xarabdır. Bu mənə dəyiş. Bir dənə də amil var. Buyur. Bu batareyanın həcmi 3,7 voltdur. Bəli. Həcm. Deməli maksimumdur bu. Bu minimumu. Bu 3,2-dir. Bəli. Voltdur. Düzdür? Aha. Deməli bu batareyanın voltajı 3,2 aşağı olandadır. Bəli. Maşın gəlir zaratkaya, o boyda stansiya zatadan onu itəliyir və o başlayır dolmağa. Dolan vantında neçə volt çoxalır? Sən mənə dərs keçirsən İlqar usta burada. Elə mən özümü şagird kimi Deməli, hiss elədim. Narahat olarsan 3,7. 0,5 qədər. Ay sağ ol. Bəli, müəllim. 0,5 millivolt. Bəli. Deməli bu maşında 0,5 millivolt o boydana batareya qalxanda 100% say göstərir. 1 volt olmur. Ha. Bizə də nə verir BMS? 250 millivolt BMS aşıbqa verəndə maşın qəzaya düşür yerimir. Bu qədər Gör- sadə yəni. Bu qədər sadə. Deməli 1 voltda neçə millivolt var? 1 voltda neçə millivolt var? Bəli, 1000 millivolt. Aha. 1 volt bərabərdir 1000 milli volt. millivolt. Bəli. Siz təsəvvür götürürsünüz ki, 1 volt olmur, polnu şarj. 250 millivolt qəza verir. Maşın xodlanmır. Göz biz necə incə iş görürük. Bəli. Ona görə də bunu partlatmaq olmaz, qızdırmaq olmaz və bundan ötəri də avtomobillər yanır, bundan ötəri də maşınlar pis qəzaya düşür, bundan ötəri də necəsə deyirlər ki, bura bax. hə, bu avtomobillər niyə yandı, falan oldu, beşmən oldu. Bax, onu mütləq nəzarət eləmək lazımdır. Ona görə də ustaya ya bir başqa bir Bilən adamı yanına aparmaq lazımdır. Servisə müraciət edir. Çox gözəl. Biz bu batareyanın konstruktorunu sizə başa saldıq. Dəyərli izləyicilər, efirimiz davam edir və ustalarımız sağ olsunlar detalları gətirdilər və detallarla bağlı da bizə məlumatlar verdilər ki, lampa, sonra batareya məsələsi, İlqar ustamız sağ olsun lövhə üzərində. O aktual bir şeydir. Onu çünki nəzarət eləmək hər bir məsəl üçün elektromobil, palagen, hibrid sürən avtomobillərin o bilməlidir ki, məsəl üçün ona artıq şarj vermək olmaz. O şəm momentində aparıb məsəl üçün ona bir başqa dəlalət eləmək olmaz. O xarab oldu, şişdi, onu dəyişmək mütləqdir, yəni o abüddür. Bəli. Yəni ki, mənim müəllimdə məsəl üçün 2-3 partlayıb 5-6 dəfəsi bir şey olub. Mən öz şeyimlə istəmişəm ki, Təcrübəndən deyirsən. hə, istəmişəm azota salım onun, yəni filan 5 məkan. Amma daxili müqavimət azalanda onu heç nə ilə bərpa eləməyə qeyri-mümkündür. Yəni ki, o şey vaxtı qurtarıb. İnsan qocalanda canlılaşdırmaq olmur ki. O da elə bir şeydir. Bir də ustamız bayaq orada detalları təqdim eləyəndə vurğuladı ki, keyfiyyətli məhsullar almaq lazımdır. Baxın, keyfiyyətli ehtiyac səsi almaq, keyfiyyətli lampa almaq,
Onun içərisində məsələn siz gedirsiniz, indi orada bir çox məhsullar var da, alırsınız hissələri, detalları. Bax bu məsələdə Rəşad ustadan istəyirəm fikirlərini alaq. Böyük ehtimal ki, sizin aldığınız, çalışdığınız bir mağazalar var. Oranın da məhsullarına güvənirsiniz. Burada məsələn mən mağaza adı çəkəcəm. Bilirəm ki, Rəşad usta oradan da alıb detalları istifadə eləyib. Status Avto mağazasından söhbət gedir, dəyərli dostlar. Mən bildiyim qədərilə siz oradan detallar götürürsünüz. Status Avto mağazasından kim ki indi avtomobil sürücüsü bizi dinləyirsə, bax sizə bir belə deyək də siyahı yazılıb usta tərəfindən ki, bu detalları al gətir deyə. Siz onsuz da qiymətlərdə maraqlanırsınız, qiymətlərdə soruşursunuz, dəqiqləşdirirsiniz. Qiymətləri Status Avtodan dəqiqləşdirin. Qiymətlərdə sərfəlidir. Ehtiyat hissələrdə keyfiyyətli və orijinaldır və məhsullara da zəmanət verilir. 3 filialla xidmət göstərirlər Status Avto mağazasında. Deməli, filialın biri Sumqayıtda yerləşir. Sumqayıtdan bizi izləyənlər 20 Yanvar küçəsində. Bir filial Yasamaldadır, Şərifzadə küçəsində. Daha bir filial isə Babək prospektindədir. Dəyərli dostlar, yaxınlaşıb Status Avtodan ehtiyat hissələrində əldə edə bilərsiniz. Mən bir şey vurğulamaq istəyirəm ki, düz deyirsiniz. Demək, ilk növbədə detalın özü yaxşı bir olmalıdır, yaxşı bir vəziyyətdə olmalıdır, yaxşı keyfiyyətdə olmalıdır. Amma hər şeyi də detalın üstünə atmayaq, belə deyək də. Çünki elə mən lampalar üzərinə danışmaq istəyirəm ki, çünki adam var, gəlir, deyir ki, mən dünən məsəl üçün hansısa bir dükandan lampa aldım, maşının üzərinə qoydum, bugün gətirmişim, bugün xarabdır. Mən lampanın birinci növbədə lampanı bir analiz edirəm, doğrudan da görüm hansı vəziyyətdədir, hansı səviyyədədir, bunun yəni nə yandıra bilər, bu tezliklə bir günə lampa yanmaz. Yəni bir çox vaxtlarda rastlaşıram, dinamo zaryadkanı çox vermək halında olur. Akkumulyatorun kleması bomboş olur, az qara çıxan vəziyyətdə olur. Nə bilim, kuzanın massası boş olur. Məsəl üçün, ona girən naqillər var ki, hansı ki, radyomlar lampanın arxasına deyək ki, o qədər boşdur ki, qızmadır, əlimi vuram, əlimi yandırır. Bəli. Bax, o yanmalar, avtomobil yanmaları ondan əmələ gəlir. O xırda bir şeydir. Bəli. Yox, o xırda deyil. O baxız da, naqilin ən kesiyi var da, hə. Oradan axan cəryan, o adi su turbasına gəlir götürür, o məsəl üçün 2 barı təzyiq bir yoğun turbadan rahat axar, yoxsa ki nazik turbadan. Təbii ki, yoğundan axar. Nazikdən daha uzaq olacaq. Nazikdə təzyiq yaranar. O təzyiq də ki, bugün əməl başlayır qarşısında bizə fizikadan dərs keçib fikir verirsən. Lövhədə mənə suallar verir, bu nədir, bu belə. Təzyiq də ki, siz özünüz ki, müqamətdir də. Müqamət yaranan yerdə də gərədə, istəyirən iş salınır. Düzdür, həmən o qızma, o elə bir nakaleniya gəlir, çıxır ki, o həmən o məftili ərdir, yandır. Yanan momentində də orada bir balaca yanacağına sızması olur, falan olur. Yağın falan olur. O ani bir vaxta alışır. O ani bir vaxta alışır. Mən çox rastlaşmışam ki, Xenon lampadan fara yanıb. Ani vaxtı, bəli. Bəli. Çox rastlaşmışam. Bəli, Xenon elə bil ki... Mən İlqar usta bir dənə bir sözüm deyim. Deyək ki, bir çox belə yerlərdə, hansı ki, yol ağzı deyək ki, hansı sexlər var ki, Xenon lampalar quraşdırılıb. Xenon lampalarda bildiyimiz qədər onun arxasında bir dənə blok olur, balaca, əl boyda. O bloku mən ümumiyyətlə əleyhiniyəm. Yəni ki, blok ümumiyyətlə mən baxırıq ki, o belə dəmir detal kimi bir şeydir də. İndi sizə deyəcəm. Yaxşı vurğuladınız, super sözdür o. Bəli, onu götürürlər, faranın içərisinə qoyurlar. Bəli. Faranın içərisinə qoyurlar, qapanla bağlı. Faranın içində özünün istiliyi, o soymalıdır. Detalın üzərində olmalıdır, hansı ki, dəmir için soymalıdır. İndi sonra da deyirlər ki, qardaş, maşın yanında alışdı. Bu müştərinin, yəni sürücünün məsuliyyətidir. Bu ustanın məsuliyyətidir. Yox, ustanın savadsızlığıdır. Savadsızlığıdır, bəli. Baxın. Bax, indi biz dedik ki, bir bateriyadan danışdıq ki, BMS o falan görür və o da qəza yaradır. Bu, həmən o dediyimiz dəmir parçası yoxdurmu? Bax, onu niyə qoyur? Çünki bu diod lampa qoyurlar, düzdür? Samblokun özü həmən o müqaməti görmür, görmədiyi üçün cəryanı keçir. Keçir də cəryanı, qoymur o yansın. Düzdür? Siz götürürsünüz oraya, məsələn, müqamət qoyursunuz. Həmən variantda gəldik düşdük. O müqaməti qoyursunuz, o müqaməti görən kimi samblok tezdən oraya cəryan verir. O da müqamət də nəyi yaradır? Yenə də istiliyə enerjisi ayrılır oradan. Düzdür? Çünki o mənfi müsbətə bağlanır. O ya korpusa bağlanmalıdır, ya filan. Biz samblokdan onu təmir edib düzəltməliyik ki, samblok onu, qanunu görsün.
Qanunu görsün. Bəli. O əgər onu eləyə bilməyən insandırsa, yaxşı gəl biz belə götürək də. Bu həmin bu qoyduğumuz müqaməti, orada tam neçə o 150 vattlıq, 200 vattlıq bir müqamət qoy. 55 vattlıq. Yəni falan nə qədərsə də. Düzdür? Həmin o çünki o lampanın 55 vatt gücündə tok potrebleniyası var. Ya götürmə qabiliyyəti var. Aha. Düzdür? Amma ksilon lampanın diodunu tutalım. 55 wattdır. O da azdır. Bizə də 10-12 wattdır tezliyi. Düzdür? Ona görə də o 55 wattlığı qoyur ki, son blokda deməli həmin o tranzistor bazanı fəaliyyət eləyə bilsin. Təsdiqləsin. Təsdiqləsin, bəli. Ya onu girirlər, o faraları, diaqnostika vasitəsi ilə oradan onu götürüb ksinona çevirirlər, o bilir ki, ksinondur. Ya da ki, bu qoyduğun ələngə yoxdur. Faranın içinə qoyursan, o qızır axı, o müəyyən bir vaxtdan sonra alışır. Düzdür, faranın içinə əridir, düz vurğuluyursunuz. Onu da ya da götür, onu bir radiator kimi bir korpusa bağlı da. O səhlənkarlığından avtomobillər yanır. Biz deyərdik ki, tuarikli, Volkswagen bir çox modellərinə biz ona LED və yaxud da ksilon lampanı qoya bilmirik. Bəli, bəli. Birbaşa aşıpqa verir, yəni səhvlik verir paneldə. Biz onu da bir çox vaxtlar alladırıq, hansı ki, qruzlar var, qruzlar, onlarla alladırıq, amma çox vaxtda allanmır o. Allanmır, genə də o səhvlik göstərir. O da deməli, tutulmuşsuz, genə də həmən o samblok, müəllim, o da elə deyilən bir şey yoxdur da. Düzdür, samblok özü, o həmən sizin indi bəlkə vaxtınıza gələr ya yox. Da lampa da baxırsınız işləyir, amma ki, aşıbqa verir, yanmır, işıq. Çıxarırsan başqa yerdə, taxırsan lampa yanır. Amma salırsan onun üstünə yanmır. Niyə? Çünki o onun daxili müqamətini ölçüb, o bilir ki, ona satvestlik eləmir. Lampanı tezləyirsə, samblok çıxaz onu yandırır. Nə çoxu qəbul eləmir, nə azı. Göz insan nə qədər naşıdır ki, onu bilmir, tuta bilmir. Söküb samloku, mən indi o vaxtı daxiliyyə mühərriki ilə işləyən sözlərimi deyirəm də. Düzdür, göz onun indi naşıdır ki, söküb samloku düzəlməkdənsə, o verib dağıdıb püskünə qoydu həmən avtomobili. Ya bu yandan bu yana pırmıçqa çəkirdi, ya nə edirdisə də, belə bir şey işlər var. O lampa işində mütəxəssis olasan, haradasa öz işi bilən adam olasan. Şu elektronikanı bilmək böyük bir elmdir də, onun dibi yoxdur. Dünən bizdə bir BMS var, Range Rover'ın BMS'i. Deməli, o bateriyanın dediyim kimi vaxtı qutarıb, müştəri götürüb ki, özü deyir ki, mənə yola ver də. Ana usta ilə biz 3 gündür yıpımın içini tuta bilmirik, tapa bilmirik. Yoxdur. Silindi, deməli biz damp elədik, silindi yoxdur. Onun içini almaq lazımdır pulunu. Yavaş-yavaş çox gözünə gəlizdir. Dəyərli məlumatlar verirsiniz. Mən də sizi kəsmək istəmirəm, həqiqətən maraqlı bir-birinizə həm suallar verərək cavablar verirsiniz. Yox da indi bilirsiniz nəzədir? O bir var ki, məsəl üçün mənim yanıma oyuna hansısa bir motosta demirəm adını, ustalar gəlib işimə də gəliblər. Bir uşaq baxırsan ki, uşaqlardır da, amma ustadırlar da, TikTokda, danışırlar filan beşməkən. 2 kəlmə mən dindirirəm, görürəm ki, bu çox bir savad bir insandır da. Məsəl üçün, bu necə işləyir? Mənə deyir ki, bizdə deyir, məsəl üçün, Tesla'nın bilən ustamız var, hansı ki, sertifikatı 30'dur ona. Göz bu nə qədər, necə sizə deyim, o bilmir onu, yoxsa? Bilmir, yox, o qədər o mütaliə eləməyən insandır ki, yəni ki, heç nə oxumur, heç nə bilmir, heç nə danışmır ki, o sözü ağzına alır, bir qıraq yerdə desə, kimsə deyir, ağzına ağalıyor, deyir, doğrudan da Tesla'nın sertifikatını yazmaq olar. Tesla'nın sertifikatını Azərbaycanda mümkün deyil yazmaq. Niyə? Çünki rəsmi servis yoxdur. Tesla'nın sertifikatı yazmaq üçün maşını götürərsən, geri qoyarsan, samolyota apararsan Türkiyə. Türkiyə girən kimi özünün sertifikatını yazır, bərpa edir. Amma Azərbaycanda... Yenilənmə deyirsiniz də, yəni... Yox, sertifikat oturur. Sertifikat oturur. Sertifikat təsdiqlənir ki, bu maşın doğrudan da Tesla'dır. Bəs yaxşı, bizdə də belə bir hallar var. İndi suallar yarandı, düzdür, amma efirdə yekunlaşdırmalıyıq. Avtomobillər var ki, Çin avtomobilləri, onu bizdə Azərbaycanda təmir eləmək mümkün deyil. Biz harasa bağlanırıq xaricə. Bəli. Ya Rusiyada bir dənə usta bizə kömək eləyir və yaxud Çində kimsə tanışımız varsa o bizə kömək eləyir. Bəli. Biz onu gözləyirik, o başlayır, qoşulur, diaqnostik edir avtomobili.
problemi deyil. Bunu belə eləmək lazımdır, bunu belə etmək lazımdır. Onu Siz nə düzələcək. danışırsınız? Məndə avtomobil var, məsəl üçün də bugünkü gün. O gəlib utilizasiya olub da, Amerikadan istehsalıdır, gəlib utilizasiyadır. Utilizasiya nə deməkdir? Deməli siz onu qoşulursunuz daimlərin özünə. Qoşulursunuz siz həmin o yerə, harda ki onu siz diaqnostik eləməlisiniz. Onun VIN kodunu vuran kimi yazılır ki, utilizasiyadır. Necə, nəyə onu? Yəni onda belə çıxır ki, biz hələ də Çin avtomobillərinin burada bəziləri var ki, heç onu düzəldə bilmirik. Çini qoyaq bir yana. Çin rahat deyə mənim üçün. Siz nəməsi deyirsiniz siz? Almanı deyirsiniz. Almanı deyirsiniz siz. Almanı bir şey eləyə bilmirik. Nətər eləyək? Yəni necə diaqnostik eləyirik də biz onu da? Hara eləyik? Kim eləyik? Eləyə bilmirik Alman. Xeyr, mümkündür. Necə Mercedes sürən son modellərini sürən. Siz nə danışırsınız? O ancaq servizdəki o qoşulu onlayn. Onlaynda bugünkü gün tezə qanuna görə hər yarım saatdan bir kod dəyişir. Ya siz götürüb şeyi eləyə bilərsiniz, məsəl üçün bir cipi, tezə çıxan cipləri. Mümkündür də, o ancaq servis icazəsi olmalıdır. Yəni o mənim, hələ deyil. Onda belə çıxır ki, ustalarımız... Amma elə deyil də, elə deyil. Hə də indi bacardığımız eləyirik də bizlər. Biz də isə bacarırıq da. Çalışırıq da yəni. Mən bu boyda oxumağımla, bilməyimlə, nə bilim, filan 5 məkan, sən bilərsən bəlkə 100% bilirəm. Bugünkü gün mənim qapımda 2 dənə maşın yatıb, hansı ki, biri Ford Mustang'dır, elektromobil, adi müəllim bilər, kameranı 30'da bilmir. Niyə? Müəllim bilər. Çünki onun öz kodu olmalıdır. Çünki o özü, onun o orta bir var analog, bir də var tezliklə işləyən. Çünki onun ortasından gələn o tezlik, həmən o bilir də müəllim nə edirəm, o sentral işina deyirlər də, üstə ekran yerində. Ortada gələn tezliklə kameranın tezliyi uyğun gəlmir. Təsəvvür götür, $1250 vermişəm, zakaz vermişəm ki, gəlir. Həmçindəki pakradar. Görmür adam. İndi bir məsələ də var ki, həqiqətən bu reallıqdır. Biz ustalarımız da yəni xaricə bağlanır. Oradan indi diaqnostika məsələləri xaricdən olunur bəzi avtomobillərdə. Burada ustalarımız da çalışırlar ki, sürücülərimizə köməklik etsinlər. Yəni biraz kobud da səslənsə, ustalarımız var ki, calaqçıdırlar da, yəni belə deyim də. Belə kobud səslənəcək, amma calaq işidir da bu. Özü düzəltmir, calayır kiməsə, o düzəldir. Nətər, servis özü düzəltir. Servis də calayır da. Calaqçıdır. Əlbəttə servisdə bəyəm onlayn iş gedir ya kişi. Offline iş də yoxdur. Əslində servis özü düzəltməlidir də onu. Nə, yenə başladı. Abalar, diaqnostika offline-dir. Yoxdur, online-dir. Online bilirsiniz də nə? Bildimi, amma əslində biz belə götürəndə yaxşı. Servisi mən deyirdim ki, heç kimə bağlanmasın da özü düzəltsin. Necə heç? Proqram təminatı necə? Elə bir servis yoxdur axı. Bütün ölkələrdəki ümumiyyətlə bütün servislər mərkəzə bağlanır hamısı. Mən sizə video atacağam. Bir dənə sual verim, ondan da efiri yekunlaşdıraq. Mercedes tutaq ki, son modeli gəlir, gedir servisə, onlayn bağlanır Almaniyaya, düzdürmü? Bəli, onlayn. Yaxşı, məsələn deyirəm, bir inkişaf etmiş ölkələrdən deyək də, haran deyək, İngiltərədən deyək. İngiltərədə Mercedesi sürən adam yenə də Almana bağlanır, yoxsa orada özləri onu həll edə bilirlər? Hamısı bazada alınır. Hamısı Almana bağlanır. Nitolko. Hə. Yeni nəsil nə ki Çin avtomobili var, hamısı çəyiz internet diaqnostik olur. Çinə bağlanır. Və doyupsi protokol. Zavoduna da. Zavoduna bağlanır da. Yəni Zavoduna. Doyupsi protokoldur. Belə Kan protokoldur. Hə. Doyupsi. Doyupsi nədir? O başqa protokoldur. Nəsə çox Tezliyi də başqadır. Hə, nəsə qəliz oldu. Mövzular qəliz oldu. Gözəl dindirsən çıxır da. Tezliyi də başqadır da. Yox, onu bilmək lazımdır da. Sən nəyə bağlanırsan? Maşın tezə gələn nəsil avtomobillərdə iki cür protokolla işləyir. Kan, doyupsi. Pasiv protokol var, bir də aktiv protokol. Salam axşam, xeyirli olsun. Adi Aybək modul yoxdur. Adi Aybək. Aha. Da bizdə məsəl üçün qabaq necə idi? Pinlər, zat, dink, təmizləndik. Düzəltdin, əla, öpüşük, gedir, çıxdı. Neyiniz? Öpüşürsən də müştəri ilə. Çox sağ ol. Hadi sağollaşaq. Sondu deyə, bu atı sağollaşmalıyıq. Sağollaşaq. Yəni axıra yaxşı gəldi. Hə, yaxşı gəldi. Sağ olun, dəyərli izləyicilər. Çox sağ olun ki, izlədiniz. İlqar ustamız maşallah bugün bizi əməli başlı maarifləndirdi. İndi biz də bu sahənin adamı olmadığına görə indi izləyicilərdən də kimsə harasa qədər bilir də. Yəni bizim bildiyimiz bir nöqtə var, amma biz təbii ki o işin dərinə getməmişik. Dəryadır yəni bu elektronika sistemi.
Hər adamda elektronika ustası ola bilmir. Onun təhsilini də almaq lazımdır. İlqar ustamız sağ olsun, bizə bu mövzuda kömək edir. İlqar usta çox sağ olun. Minnətdaram sizə. Sizə də minnətdaram. Çox belə maraqlı verilişlərinizə görə. Sağ olun. Mən ümumiyyətlə maraqlı insanlarla çox ünsiyyət qurmağı xoşlayıram. Sağ olun. Bir də sizsiniz, siz özünüz bilirsiniz ki, siz mənim üçün çox belə maraqlı aparıcısınız, maraqlı, siz işinizdə müvəqqəti. Biraz möhkəm, mikrofona yaxın, biraz möhkəm. Bəkləyim. Hə, möhkəm deyirəm də, mikrofona yaxındır. Hə, tamam. Tərifləyirsən, ona görə deyirəm. Mən həmişə siz bilirsiniz ki, mən sizi tərifləyəndə siz xoşunuza gəlir. Estağfurullah, zaravat elə, yox. Bunu zaravat elə, deyə gülmək deyil. Özü də möhkəm səsini də artırır, mikrofona da yaxınlaşır. Görürsə, sağ olun, görüşmək üzrə deyirəm. Mən sizin xəttinizi doğrudan çox bilirəm, bilirəm. Sağ olun, Allah razı olsun. Yəni ki, siz xəttiniz əziz olmazsa zarafatsınız. Bir media işçisi kimi doğrudan da belə professionalsınız. Görürsünüz, mənə Fatih taxtırmayan insan, Fatih o, adı nədir o? Döşdük. Önlük. Önlüyəcən taxtırdınız mənə, özümü şəxsən bağladınız, tarixi yazıldı. O şəkili mənə mütləq atırsınız. Bəli, mən o belə qrafı belə bir şəkil eləyəcəm. Yapışdırarsınız ora, mütləq sexdə yuxarı. Üçdən vuracam o ki, bax, mənə bu... Önlük geyindirdi. Rəşad usta, çox sağ olun, minnətdaram sizə. Siz də sağ olun. Belə deyək ki, müəllim sizi təriflədi. Usta qardaşımız sizi təriflədi. Bugün mənim yaradılış gecəm deyirsiniz. İkiniz də, hə, tamam. Yox, indi adam var ki... Bax, skut quzaqlar. Yox, əslində... Adam var ki, deyirsən, məsələn, o tərifə layiq deyil. Nə qədər deyirsən, görsən, yapışmır da. Amma buna baxıram ki, yapışır. Yəni belə deyək. Sağ olun. Efirimizi yekunlaşdırın. Amin, amin. Çox maraqlı efir oldu, belə efir olmamışdı. Və bugünkü efir olmadı. İnşallah ki, yəni ki, efir daha maraqlı olacaq. Bununla da biz efirimizi yekunlaşdıraq. Üzülü sayın bu efirə görə. Minnətdarıq sizə.